Peşəkar Futbol Liqasının təşkil etdiyi yarışlardan ilk olaraq 2-ci liqada mübarizə başa çatdı. Artıq burada hər şey məlumdur. Yalnız 2-ci liqada qalmağa çalışan Lerik FK və 1-ci liqaya yüksəlmək şansı olan Hypers Qubanın taleyinə qarşıdakı play-off maçlarında aydınlığa gələcək. 2 dövrə 26 turdan ibarət mübarizənin sonunda Şahtar Qusar çempion olaraq 1-ci dəstəyə vəsəyə qazandı. Yaxınlarda Şahtar Qusar haqqında ayrıca sujet hazırlamışdıq. Ona görə çempion haqqında bu dəfə geniş danışmayacağıq. Qısaca deyək ki, 26 turda bir dəfə də uduzmayan, ən yaxın izləyicisinə, əsas rəqibinə belə 7 cavabsız qol vuran Şahtar Qusar çempionluğa layiq edib. Bu uğur gənc mütəxəssis Elnur Abdullayevin baş məşqçi olaraq ilk çempionluğu kimi yadda qaldı. Azərbaycan Yüksək Liqasında 451 oyun keçirməklə əlçatmaz rekorda imza atan, vaxtilə Azərbaycan çempionluğunu, ölkə kubokunu, birlik kubokunu qazanmış Rahid Əmirquliyev isə 36 yaşında 2-ci liqanın da qızıl medalını əldə etdi. Bu Rahidin 14 yaşında peşəkar karyerasına başladığı Şahtar Qusarla qazandığı birinci çempionluqdur. Yaranma tarixinə görə 2-ci liqa komandaları arasında ən qədimi olan Şahtar Qusar bu il 75 yaşını tamamlayır və bu çempionluğu klubun yubileyinə ən gözəl hədiyyə saymaq olar. Çempion komandanın yalnız bir dərdi var: stadion. Rəsmilər vəd verib ki, payızda Qusar şəhər stadiona hazır olacaq və Şahtar azarkeşləri daha Şamaxının yollarında qalmayacaq. Sözlərini tutsalar, Şahtar Qusarın 75 illiyinə ikinci böyük hədiyyə stadionun qapılarını azarkeşlərin üzünə açmaq olacaq. Əgər Şahtar Qusar 1-ci liqada ev oyunlarını doğma meydanda keçirərsə, onda bir çox komanda əsl azarkeşi əyani şəkildə görəcək. Necə ki bunu Şəfa FK ilə Bakıdakı oyunda gördük. Mövsümü ikinci pildə bitirən Şəfa Şahtar Qusardan cəmi bir xal geri qaldı. 1998-ci ildə yaradılıb 2005-ci ildə fəaliyyətini dayandıran Şəfa FK-nın varisi kimi 3 il əvvəl ortaya çıxan klub ötən mövsüm ağır vəziyyətdə idi. İkinci liqada sondan ikinci yer tutan play-offda Hypers Qubaya uduzan Şəfa region liqasına yuvarlanmalı olsa da bəxti gətirdi. İrəvan FK-nın klub olaraq fəaliyyətini dayandırması səbəbindən Şəfa onların əvəzinə ikinci liqaya buraxıldı. Bu qərarın müsbət tərəfi o oldu ki, tezliklə Şəfaya normal bir sponsor tapıldı: My Group MMC. Şəfanın 2022-ci ildə bərpasında böyük rol olan Cavid Nəzarov klubu Sərdar Salmanzadəyə təhvil verdi. Yeni prezident təxminən 80 min manata yaxın pul xərcləyərək klubun bütün borclarını bağladı, heyəti gücləndirdi, özü də samballı maaşla. Hazırda Şəfa 2-ci liqada ən yüksək məvacib verən klubu. Burada aylıq 4-5 min manat maaş alan oyuncular var ki, heç bəzi Premier Liqa klublarımız futbolçusuna bu qədər məvacib vermir. Tərlan Quliyev, Amil Yunanov, Bəxtiyar Soltanov, Elnur Cəfərov, Novruz Məmmədov, Cömərd Baxşəliyev, Tural Nərmanov kimi adları bizə yüksək liqadan tanış olan təcrübəli futbolçuları Şəfaya çəkib gətirən təkcə futbol oynamaq istəyi deyil. Sponsor pul xərclədi və nəticəsini də gördü: gümüş medallar və 1-ci liqaya vəsiqə. Baş məşqçi Elgiz Kərəmlinin də işi alqışlanmalıdır. Dekabrda əsas rəqibi Şahtar Qusardan alınan 1-7 hesablı ağır məğlubiyyət Şəfanın rəhbərliyini yaxşıca silkələdi. Dərhal baş məşqçi Nadir Əliyev köməkçiləri ilə birgə istifaya göndərildi. Bir neçə futbolçu da yola salındı. Elgiz Kərəmli baş məşqçi postuna gətirildi. Yerində verilmiş qərar idi. Bugünkü nəticə ilə sübut olundu. Şəfa əsas rəqibinə həmin 1-7 hesablı məğlubiyyətin heyfini isə 2 gün əvvəl sonuncu turda Qusarın liqadakı digər təmsilçisindən nisbətən zəif olan Qusar komandasına 9 cavabsız qol vurmaqla çıxdı. Həm də mövsüm ərzində vurduğu qolların sayını 100-ə çatdırmaqla mütləq rekordu imza atdı. Fikrimcə bununla da Şəfa odun üstünə yağ tökdü və Qusar azarkeşləri ilə ixtilafı daha da dərinləşdirdi. Mayın əvvəli ASK Arenada Şahtar Qusarla maç hamının yadındadır. Şəfa rəhbərliyi qonaq komandanın azarkeşləri üçün biletin qiymətini birdən-birə 10 manata qaldırdı. Hansı ki bizim futbolda belə qiymət əsasən Qarabağın Avrokubok maçlarında olur, nəinki Premier Liga oyunlarında. Burada həm pul qazanmaq istəyi vardı, həm də çılğın Qusarlı fanatlarının oyuna daha az gəlməsinə nail olmaq. Axı Şəfa qalib gəlsəydi, liderliyi ələ keçəcəkdi. Amma Şəfa FK rəhbərliyinin bu qərarı Qusarları daha qəzəbli, daha prinsipial etdi. Bir saatın içində 5140 manat ödənilərək 514 bilet təkcə Qusardan gələn azarkeşlər üçün alındı. Şəfa azarkeşləri üçün satılan nisbətən ucuz biletləri də Bakıda olan 300-ə yaxın Şahtar tərəfdarı alaraq tribunalarda Qusardan gələnlərə qoşuldu. Üstəlik, biletin çapında texniki səhv buraxılmışdı. İl 2025 əvəzinə 2024 göstərilmişdi. QR kod yox, turniket nəzarəti yox, kim necə bacarırdı elə də keçmişdi stadiona. Bəzi azarkeşlər də onsuz da tarixi düz olmayan biletin surətini çıxararaq tribunalarda yerini tutmuşdu.
Qısası Şəfa rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq tribunalarda həm qusarlı fanatlar böyük üstünlük təşkil etdi, həm də Şəfa bilet satışından gözlədiyi qazancı götürə bilmədi. Oyun Şaxta Qusara sərf edən heç-heçi ilə bitdi və bu da böyük ölçüdə çempionluğun taleyini həll etdi. Bununla ölkə futbolunda yeni rəqabətin, yeni prinsipiallığın əsası qoyuldu. İndi yeni mövsümdə Şəfa FK-nı Qusara çox ağır səfər gözləyir. Əlbəttə, əgər Şaxta Qusar öz meydanında oynasa. Şimal bölgəsinin 1-ci liqaya yüksələn digər təmsilçisi elə regionun adını daşıyan Şimal FK-dır. Xaçmaz rayonu Azərbaycanın 1-ci liqasında yalnız bir dəfə 1993-94-cü illər mövsümündə Şərabçı adı altında təmsil olunub. Cəmi 2 il yaranan Şimal FK ardıcıl 2 mövsüm də azarkeşlərini sevindirir. Keçən il Xaçmazlılar region liqasının qalibi olaraq 2-ci liqaya yüksəldi. Bu mövsümdə də 2-ci liqanın bürünc medalçısı kimi daha üst liqaya vəsiqə aldı. Komandanın heyətində Xəzər Lənkəranından tanıdığımız Tural Cəlilov istisna ölkə miqyasında tanınmış oyunçu yoxdur. Tural Cəlilov komandanın oynayan məşqçisi rolundadır. Mövsüm boyu faktiki baş məşqçi funksiyasını yerinə yetirib. Ona C kateqoriyalı məşqçilər Rəcəb Mahmudov və Fazil Salahov kömək edib. Bu məşqçi triosunun bacarığı, əsas da futbolçuların əzmkarlığı, xarakteri Şimal FK-nı liqanın üçüncüsü etdi. Klubun maliyyə imkanları elə də geniş deyil. AFFA-nın hər ay verdiyi 5000 manat üstəgəl kənd təsərrüfatı məhsullarının idxal-ixracı ilə məşğul olan 2 kiçik şirkətin ayırdığı vəsait. Hazırda kluba yeni sponsorların cəlb olması istiqamətində iş gedir. Şaxta Qusar kimi Şimal FK-nın da başlıca problemi stadiondur. Oyunlarını Xaçmazdan 70 km aralıda Siyəcəndə keçirən Şimal FK Xaçmaz rayon icra hakimiyyətindən və Gənclər İdman Nazirliyindən kömək gözləyir. Xaçmaz Olimpiya İdman Kompleksinin yaşıl meydançası standartlara cavab vermir. Kiçikdir, meydançanı genişləndirmək lazımdır. Xaçmaz futbolunu sevənlərin müraciətinə hələ ki cavab yoxdur. Böyük futbol bölgələrə yayılırsa, bu təkcə turnir cədvəlində, kağız üzərində olmamalıdır. İnsanlar bunu əyani görməlidir. Qusarda da, Xaçmazda da azarkeşin haqqıdır ki, öz meydanında komandasına dəstək versin. Necə ki bunu Qubada görürük. Quba Hypers Bakıdan bura köçməklə 25 il sonra böyük futbolu Qubaya qaytardı. Quba Olimpiya kompleksinin stadionu 2-ci liqada ən yaxşıdır. Hətta Premyer Liqa səviyyəsində oyunlarını qəbul edəcək dərəcədə. Təcrübəli Cavid İmanverdiyevin kapitan olduğu komandaya mövsümün sonunda millimizin keçmiş oyuncusu Ruslan Qurbanov da qoşuldu. Amma o elə ilk oyunda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə almaqla 4 oyunluq diskvalifikasiya edildi və komandaya demək olar ki, heç bir faydası dəymədi. Bununla belə baş məşqçi Elvin Həsənov onları dabanqırma izləyən Şəmkirin Quba Hypersi haqlamasına imkan vermədi. Şəmkir Quba qaçaqovdusu son tura qədər davam etdi. Play-offa vəsiqə verən 4-cü yeri isə Hypers Quba tutdu. 1-ci liqaya yüksəlmək üçün indi Qubalıların bir həlledici döyüşü qalıb. Mayın 28-də keçiriləcək play-off maçında 1-ci liqanın 9-cusu Difaiyə qalib gəlmək. Bəlkə də 4-cü yeri, hətta daha yüksək sıraları Şəmkir də tutacaqdı. Amma 2-ci liqanın ən titullu klubu gec ayıldı. Fevralda AFFA-nın 1-ci liqaya 3 klubun buraxılmasına dair qərarından sonra Şəmkirin kiçik və orta sahibkarları kluba əl tutmağa başladı. Baş məşqçi postuna da Qubadan incik ayrılmış, özünü sübut etmək üçün alışıb yanan Vüqar Nadirov gətirildi. Nadirov Qubada olduğu kimi Şəmkirdə də yaxşı komanda qurdu. Futbolu sevən Şəmkir cəmaatının maddi dəstəyindən cana gələn klub sürətlə liderlər qrupuna yaxınlaşdı. Amma artıq qatar getmişdi. 1-ci liqa ümidləri qaldı yeni mövsümə. Şəmkirin yeganə təsəllisi liqanın bombardilər yarışı oldu. Şəmkirin vurduğu 59 qoldan yarıdan çoxuna 31-nə imza atan Vidadi Cəfərov liqanın bombardiri oldu. Cədvəldə Quba Hypers Şəmkiri qabaqlasa da, burada Şəmkirin oyuncusu Quba Hypersli Cavid İmanverdiyevi bir top arxada qoydu. Outsiderlərə gəlincə Ağdaş son turda İmişli səfərində qazandığı qələbə ilə 12-ci yeri təmin etdi. Bununla play-off təhlükəsindən qurtuldu. Hərçənd Kür Araz üzərində 4-1 hesablı qələbə yetərincə sual və şübhə doğurdu. Necə oldu ki, mövsüm ərzində 25 turda heç bir oyunda 3 top fərqi ilə qələbə qazanmayan Ağdaş məhz özü üçün çox vacib olan son maçda belə bir qalibiyyət əldə etdi. Heç olmasa bu senarinin barıtını bir qədər az edərdiniz. Belə darmadağınla qələbə qazanan komanda görəsən əvvəlki 25 oyunda niyə belə rəqiblərinin nəfəsini kəsmirdi. Allah Rəhman Əliyevə qəni-qəni rəhmət eləsin. Bugün Ağdaş FK varlığı üçün bu şəxsə minnətdar və borcludur. Ümid edirəm ki, yeni mövsümdə Ağdaşın oyunu və nəticələri rəhmətlik Rəhman Əliyevin də ruhunu şad edər. Son 2 pilləni tutan 2 cənub komandası Leriklə Füzulinin taleyinə axırıncı turda aydınlıq gəldi. Tərəflər üçün finala bərabər görüşdə Lerik 1-0 hesabda qələbə qazanaraq sonuncu olmaqdan yaxasını qurtardı. Amma canını qurtardı mı?
bunu play-off maçından sonra biləcəyik. Lerik 2-ci liqada qalmaq üçün play-offda Region Liqasının finalçısı Şirvan FK-ya qalib gəlməlidir. Region Liqasının finalında Xankəndiyə 0-3 uzanan Şirvan Leriklə play-off maçına ölüm-dirim savaşı kimi baxır. İllər sonra peşəkar futbol bu idman növünün böyük ənənəsi olduğu Şirvana keçmiş Əli Bayramlıya qayıda bilər. Ona görə Lerik FK üçün çox çətin olacaq. Təəssüf ki, klubun gənc prezidenti Famil Məmmədovun maddi dəstək ilə bağlı cənublu iş adamlarına çağırışına, harayına hay verən olmadı. Yalnız Bəxtiyar Əliyevdən başqa. Klub hətta mövsüm ərzində bir oyuna getməyə pul tapmadığından texniki məğlubiyyət də aldı. Qalan oyunları isə məşq etmədən çıxan Lerikin acınacaqlı taleyi göz önündədir. Eyni sözlər Füzuli FK-ya da aiddir. Klubun təsisçisi və direktoru Vasif İsmailov 8 ildir Füzuli FK-nı yaşadır. Amma görünür onun da imkanları bir yerə qədərdir. 132 min əhalisi olan Füzuli rayonu samballı maliyyə imkanlarına malik iş adamlarının sayına görə əksər rayonlarımızı arxada qoyur. Amma heç kim rayonun adının ölkə futbolunda olmasına pul xərcləmək istəmədi. İcra hakimiyyətinin başçısı Ali Aliyevin isə futbolu görməyə gözü yoxdur. Olsaydı bu 7 ildə bir dəfə olsun belə klubla maraqlanar, ən elementar problemlərin, nəqliyyat, yemək məsələlərinə kömək edərdi. Vasif İsmailovun aylıq maaş yox, hər oyuna görə verdiyi 50-100 manata görə isə futbolçular 2-3 ay oynadı. Daha imkanlı klublardan əsasən də yeni yaradılan Xankəndi FK-dan gələn aylıq 1000-1200 manatlıq maaş təklifi futbolçuların qışda Füzuli FK-nı tərk etməsi ilə nəticələndi. Maraqlı ki, Vasif İsmailov əlini Füzuli FK-dan üzərək özü də Xankəndi FK-da işləməyə üstünlük verdi. Beləcə klub bir növ ortalıqda qaldı. Məşq etməyən, oyundan oyuna toparlanan komandanın nəticəsi belə də olmalıydı. Klubun Region Liqasında fəaliyyətini davam etdirməyəcəyi isə sol altındadır. Beləcə, şimal klublarının hegemonluğu, cənub komandalarının yaşamaq uğrunda mübarizəsi ilə müşahidə olunan Azərbaycanın 2-ci liqasında mövsüm başa çatdı. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.